Selamun aleyküm arkadaşlar. Nasılsınız? Deməli, imtahana həm 9-lara, həm 11-lərə düşən suallardan biri də mübtəda xəbər uzlaşmasıdır. Mövzunun adını verb agreement qoymuşam. Verb feil deməkdir, xəbər deməkdir. Subject mübtəda deməkdir. Mübtəda xəbərlə uzlaşır. Cümlələrin hər biri vacibdir. Hər birinə qulaq asmaq vacibdir. İngilis dilində normal, standart cümlə mübtəda ilə başlayar. Mübtədadan sonra xəbər gələr. Yəni siz cümlə qurmaq istəsəniz, mübtəda plus xəbər verin. Xəbər aparıb dünyanın o başında verməyin. Mübtəda təkdədirsə, xəbər təkə görə uzlaşar. Mübtədamız cəmdədirsə, xəbər cəmə görə uzlaşar. Tamam mı? Tək xəbərlər bunlardır. Is, was, has, does, indiki sadə zamanda, yəni present simple-da feil s qəbul edir. Cəm mübtədamız bunlardır. Are, were, have, do, indiki sadə zamanda feil. İndiki sadə zamanda mübtəda 3-cü şəxs tək onda feil s qəbul edir. Bunu yadda saxlayın. Bunun üçün zamanları açın, təzədən oxuyun. Mübtəda təkdirsə, xəbər təkdir. Mübtəda cəmsə, xəbər cəmdir. Bəli, variantlarda bəzən will da görəsiniz. Will, would, did, had, fərqi yoxdur, modal. Bunlar təyinləndi işlər cəmləndir. Prosta əksərən bizə will verirlər. Will Azərbaycan dilində acaq, əcək deməkdir. Sadəcə bir şəkilçidir Azərbaycan dilində acaq, əcək. Bunlarda da will müstəqil şəkildə işlənmir. Will'in düz olması üçün gərək o feillə birləşsin. Təklə də uzlaşır, cəmlə də fərqi yoxdur. Will özündən sonra feil yoxdursa səhvdir. Verdikləri feildə ən çox be feilidir. Yəni will be feilinin gələcək zaman formasıdır. Bəzən uşaqlardan soruşuram, mənə cavab verə bilmirlər. Be ol deməkdirsə, will acaq, əcək deməkdir. Birləşəndə olur, olacaq. Uzun sözün qısası, will'ı ən çox be ilə verəcəklər mübtəda xəbər uzlaşmasında. Hansısa variantda will'ı bu şəkildə görsəz, bilin ki, o səhvdir. Ya be gəlsin, ya da başqa bir feil. Okey. İndi baxaq. Görürsünüz, cəmdə də will be, təkdə də will be. Yəni be varsa, okey. Deməli, mübtəda təkdə olanda dediyi xəbər təkə görə uzlaşır. Mübtəda cəmdə olanda xəbər cəmə görə uzlaşır. Yəni mübtəda təkcə is, was, has, does feil, s, cəmdə isə are, were, have, do feil. Tamam. Bəs müəllim, mübtəda bir sözdürsə, tamam, bunu tapmaq asandır. Əli təkdir, uşaqlar cəmdir. Bunu tapdım. Amma deyir ki, mübtəda bir yox, bir neçə sözdən ibarət. Yəni söz birləşməsi. Bəs bunu necə tapım? Onun üçün yenə isim mövzusuna qayıtmaq lazımdır. Amma burada da qısa, net deyirəm. Əgər bir neçə söz yan-yana gəlsə, ya da atıram, isim yan-yana gəlib, aralarında heç bir halda söz önü yoxdursa, söz önü də ən çox ofu verirlər. Başqa söz önülər də var. In, on, at, for, by, to, with, from, about və s. və ilaxır. Between. Okey. Aralarında söz önü yoxdursa, ki burada məsələn söz önü yox. Neçə söz var? 1, 2, 3, 4. Aralarında söz önü olmayan ismi birləşmələrdə biz həmişə sonuncu sözü mübtəda kimi götürürük. Aralarında söz önü olmayan ismi birləşmələrdə biz həmişə sonuncu sözü mübtəda kimi götürürük. Xəbərdə o ilə uzlaşır. Yəni axbayaq biz dedik ki, cümlə nə ilə başlayır? Mübtəda ilə. Sonra dalınca gəlir xəbər. Xəbər buradadırsa is. Deməli bu gələnlər hamısı mübtədanı göstərir. Prosta mən bu izlə, yəni xəbərlə uzlaşdırmalıyam. Bunu, yoxsa bunu, yoxsa bunu, yoxsa bunu. Aralarında söz önü yoxsa bu olacaq. Bu da tək olduğuna görə xəbər is, was və s. və ilaxır. Eyni şey bura aiddir. İndi bura baxaq. Bu xəbərdirsə, xəbərə qədər mübtədadır. 1, 2, 3. Aralarında söz önü olmadığına görə bura baxıram. Bu da cəm olduğuna görə mən də xəbərimi cəmdə verməliyəm. Aydındır? Aydındır. İndi bura baxaq. Dedik ki, söz önülü ismi birləşmələr. Bax, burada siz, bax burada xəbər görürsünüz. Bunu fərqli rəngdə verək ki, sizə nədir? Rahat olsun. Bu nədir? Xəbər. O demək ki, bu da onun nə idi? Mübtədasıdır.
Mübtədanın içində söz önü var. O zaman hara baxıram söz önündən əvvələ. Düzdür? Deməli, mənim xəbərim bu ilə uzlaşacaq. List. Tək olduğuna görə mən burada tək xəbər seçirəm. Gəlirəm bura. Ar xəbərdirsə, xəbərə qədər həmişə mübtədadır. 1, 2, 3, 4, 5 sözün içində söz önü var. Söz önündən əvvəlinə gəlib cəm isim. Ona görə xəbər nə olacaq? Cəmdə. O qədər net. Əgər mənim mübtədam gerundla, yəni feil aynı, məstərlə, yəni to, sonra feil verilirsə, xəbər onsuz da həmişə təkə görə uzlaşır. Əgər mənim mübtədam ya da uzlaşdırdığım həmən mübtədadır, ismi birləşmə, hər nədirsə, orada full of sözü görürəmsə, həmişə fulldan əvvələ baxın. Tək olduğuna görə xəbər təkə görə uzlaşır. Əgər mənim cümləm there is, there are ilə başlayırsa, deyə, okey? Orada söz sırası biraz tərsin olur. Mübtəda xəbər yox, xəbər mübtəda olur. Tamam mı? Yenə də bu xəbərin təkdə ya da cəmdə olduğunu bilmək üçün həmin bu xəbərdən sonra gələn ilk ismə baxmalıyam. Tamam mı? İlk ismə baxacam. Həmin o ilk isim təkdədirsə xəbər tək olur. Cəmdəsə cəmdə. Bax burada məsələn. Z ilə başlayan cümlələrdə mübtəda xəbərdən sonra gəlir. Yəni burada. Söz önü var. Ofdan əvvələ baxıram. Amma deyək ki, burada full söz olduğuna görə bura baxıram. Yəni uzun sözün qısası zeri, zera ilə, zeyo, zeyo ilə başlayan cümlələrdə xəbərdən sonra gələn ilk ismə baxırıq. Məsələ budur. Məsələn, e-book. Xəbər nə olsun? Tək cəm, tək. Books desəm, cəm olacaq. And də versə, yenə mən ilk ismə baxacam. Təkə görə tək, cəmə görə cəm. Okay? There is var deməkdir, öyrənin. There isn't yox deməkdir. There are var deməkdir, there aren't yoxdur. There was var idi, there wasn't yox idi. There were var idi, there weren't yox idi. Yəni, isdə də, wasda da tək isim, arda da, were-də də cəm isim və birinci ismə baxırıq. Mənim mübtədam and və yaxud both and-lə ayrılsa, xəbər həmişə cəmə görə uzlaşır. The teacher and the student. The teacher and the student. Xəbər cəmə görə uzlaşır. A number of-un xəbəri həmişə cəmdə olur. A number of-dan sonra gələn isim cəmdir. The number of-dan sonra gələn isim cəmdir. Amma xəbər a number of-a görə cəm olur, the number of-a görə tək olur. A number-ın mənası bir neçə deməkdir, yenə bir neçə tələbə, cəm. The number of-un mənası say deməkdir, yəni tələbələrin, of-ın, in deməkdir. Tələbələrin nəyi? Sayı. Xəbər təkdir. Təzdən deyirəm, a number of-dan sonra cəm isim gəlir, the number of-dan sonra cəm isim gəlir, amma a number of-un xəbəri cəm xəbər, the number of-un xəbəri tək xəbər. Bu arada a number of-da burada e-dən sonra great yaza bilər, large yaza bilər, big yaza bilər, huge, bunlar hamısı böyükdür, yəni böyük say. Sayı çoxalda bilərsiniz. Ya da small da deyə bilər. A small number, kiçik say. Yəni az. Fərq yoxdur. E number olduğu üçün xəbər yerinə nədir? Cəmdədir. İndi testə keçir. Yəni testlər bu şəkildə düşür. Bir də bəzən testlərdə görəcəksiniz. Bəzən testlərdən məsələn yazıb A, B, C, D, E. Yazır are, were, is, nə bilim, was, o da olsun will. B variantı səhvdir, çünki orada nədir? Will-dan sonra fail gəlməlidir, ən çox da to be-nin forması. Düzdür? Daha doğrusu bunu belə eləyək. Bunu da weren't eləyək. Okay. Qalırıq burada nəyin arasında? Diqqətlə bir dənə fikir verin. Bu məntiqdir və düşür, arkadaşlar. Okay? Düşür. İmtihana da düşdüyü üçün deyirəm. Okay? Sorry. Deməli, cəm xəbər, cəm xəbər, cəm xəbər.
3 cəm xəbər, 1 tək xəbər. Cavab nə çıxacaq? Tək. Yəni bu mübtəda xəbər uzlaşmasında da belə bir şey var. 2 tək, 1 cəm, cəmi seç. 2 cəm, 1 tək, təki seç. Uzun sözün qısası. Təklərlə cəmləri ayıranı bir də görürsən ki, cavab çıxır. Həmişə demirəm, bir də görürsən ki, nədir? Cavab çıxır. Yəni belə şeylərə fikir verin. İndi testlərdə onu daha ətraflı izah eləyəcəyik. Hələlik.